Hər vaxtınız xeyir olsun. Bu gün sizinlə Napolyon tortu hazırlayıram. İlk öncə kremini hazırlayaq. Qazana 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un, 1 xörək qaşığı qarğıdalı nişastası, 1 bağlama vanil əlavə edib ilk öncə quru ərzaqları qarışdırırıq. Əgər qarğıdalı nişastası yoxdursa 1 qaşıq yenidən un əlavə edə bilərsiniz. Üzərinə 1 ədəd yumurta, 1 stəkan süd əlavə edib eyni kütlə olana qədər qarışdırırıq. Elə qarışdırırıq ki, içərisində topaqlar qalmasın. Alınan kütlənin üzərinə daha 1 stəkan yarım süd əlavə edirəm. Yəni ümumilikdə 500 ml süddən istifadə etdik. Ocaq açırıq, qısıq odda durmadan qarışdıraraq kremi bişiririk. Əgər əlimizi saxlayarsak içərisinə topaqlara minəcəklər, həm də dibi tutar. Qarışdırdıqda gördüyünüz kimi artıq qatlaşmağa başladı və yenə də qarışdırmağa davam edirik. Qaynamağa başladıqdan saata baxdıq. Təxminən 1 dəqiqə daha ocaqda tutub ardından ocaqdan alıram. Daha tez soyması üçün başqa bir qaba əlavə edirəm. Üzəri qaysaq tutmasın deyə üzərinə paket salıb otaq temperaturunda kremin tam soymasını gözləyirik. Krem kənarda soysun, biz də xəmiri hazırlayaq. 200 qramlıq stəkan ölçüsündə 4 stəkan öncədən ələdiyim unu geniş bir qaba əlavə etdim. 400 qram soyuducudan çıxardığım çərək yağını una bulayaraq süzgəcdən keçirirəm. Əlimlə umac hazırlayıram. Bilirsiniz ki, Napolyon tortunu əsla, yəni çox yoğurmaq olmaz. Sadəcə bir yerə toparlamaq lazımdır. Umacı hazırladıqdan sonra ortasına yuva açırıq, qoyuruq kənara. 1 ədəd soyuducudan çıxardığım yumurtanın üzərinə və təxminən yarım saatda suyu soyuducuda gözlətdim. 180 ml su əlavə edirəm. Ardından 1 çimdik duz və 1 xörək qaşığı alma sirkəsi əlavə edib çəngəllə çalırıq. Və xəmirin üzərinə az-az əlavə edərək xəmiri bir yerə toparlayırıq. Yəni xəmiri yoğurmuruq, sadəcə barmaq uclarımızla gördüyünüz qayda ilə xəmiri toparlamağa çalışırıq. Lazım gəldikdə həmin hazırlamış olduğumuz yumurtalı qarışımdan az-az əlavə edərək eyni qayda ilə xəmiri toparlayırıq. Tortu hazırlayarkən istifadə etdiyim ərzaqların miqdarını da videonun açıqlama hissəsinə qeyd etdim. Buyurub baxa bilərsiniz. Xəmiri bir yerə toparladıq, artıq hazırdır. Gördüyünüz kimi elə də hamar bir xəmir deyil. Xəmiri hazırladıqdan sonra masanın üzərinə bir qədər un əlavə edirik və xəmiri masanın üzərinə alırıq. Masanın üzərində xəmirə forma verib hissələrə ayırırıq. Mən bugün 8 qatlı, diametri 28 cm olan tort hazırlayıram. Sizlər daha böyük tort hazırlamaq istəyirsinizsə, xəmiri 6 hissəyə ayıra bilərsiniz. Xəmiri hissələrə ayırdıqdan sonra kündələr hazırlayırıq. Bütün kündələri hazırladığım üzərinə paket salıram və soyuducuda 30-35 dəqiqə müddətində gözlədirəm. 35 dəqiqənin tamamında bişirəcəyim yağlı kağızın üzərinə bir qədər un əlavə edib kündəni unun üzərinə yerləşdirirəm və öncə əlimlə bir qədər açıram, ardından üzərinə yenə də bir qədər un əlavə edib oxlovla açmağa davam edirəm. Yumşaq, gözəl bir xəmirdir, rahatlıqla açılır. Unutmadan qeyd edim, yəni kündələrin hamısını birdən-birə soyuducudan çıxarmırıq. Bir koju hazırlayıb sobaya verdikdən sonra yenə də bir ədəd xəmirdən alaraq koj hazırlayırıq. Sizlər də yəni xəmiri birdən-birə hamısını soyuducudan çıxarmayın. Lazım gəldikdə bir-bir çıxararaq kojları hazırlaya bilərsiniz. Yuxanı belə açdıqdan sonra sonda üzərinə çəngəllə deşiklər açırıq, yersiz qabarmalar olmasın. Yağlı xəmir olduğundan hədsiz çox şişir. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda bişməsi üçün veririk sobaya. Tez zamanda bişir, nəzarətsiz qoymuruq. İlk koj bişdi, hazırdır. Hər hansı bir qəlibdən yaxud qapaqdan istifadə edərək bişən koja forma veririk. Kənarda olan hissələri də çıxarırıq, üzərində istifadə etmək üçün qoyuruq kənara. Beləliklə digər kojlarda bişirib hazırlayırıq. Bütün kojları bişirib hazırladıqdan sonra kənarlardan çıxan hissəni də əlimlə ovuşduraraq üzərinə və kənarlarına istifadə etmək üçün hazırlayıram. Siz blenderdən də istifadə edə bilərsiniz.
Tortun kremini hazırlayırıq. Qeyd edim ki, öncədən hazırlayıb kənarda gözlətdiyimiz krem tamamilə soyuyub, yəni otaq temperaturundadır. Otaq temperaturunda olan 250 qram kərə yağını kremi hazırlayacağım qaba əlavə edib mikserlə çalıram. Yağı mikserlə çalırıq o yerə qədər ki, yağ ağarmalıdır. Yağ ağardıqdan sonra üzərinə bişirdiyimiz kremi az-az əlavə edərək çalmağa davam edirik. Qeyd edim ki, bütün istifadə edəcəyimiz ərzaqlar, yəni bişirdiyimiz krem olsun, kərə yağı, bişmiş qatlaşdırılmış süd, hər biri eyni temperaturda olmalıdır. Biri soyuq, biri isti olarsa, o zaman krem çürüyə bilər. Bişirdiyimiz kremi sona qədər əlavə etdik. Ən sonda üzərinə qatlaşdırılmış süd əlavə edirik. Mən 200 qram qatlaşdırılmış süddən istifadə edirəm. Onu da gördüyünüz qayda ilə əlavə edərək mikserlə çalırıq. Dondurma dadında gözəl bir krem alındı. Krem hazır olduğuna görə artıq tortumuzu yığa bilərik. Xanımlar, tortu yığmazdan öncə sizinlə bir fikrimi bölüşürəm. Sizə faydalı olarsa sizlər də bu üsuldan istifadə edə bilərsiniz. Mən Napoleon tortunun yuxalarını bişirən zaman öncədən ona forma vermirəm. Elə necə yaymışamsa eləcə də bişirib isti-isti forma verirəm. Niyə? Niyəsə ondadır ki, yağlı bir xəmirdir. Əgər forma verib bişirərsək o zaman yuxa yığılır və istədiyimiz diametrdə biz tortu hazırlaya bilmirik. Məsələn, mənim yerləşdirdiyim ilk yuxa bişdikdən sonra forma verdiyim yuxadır. Əlimdə olan isə forma verib sonra bişirdiyim yuxadır. Yəni gördüyünüz kimi nə qədər kiçilib özünüz də gözünüzlə görürsünüz. Əgər siz də nəzərinizdə tutduğunuz ölçüdə tort hazırlamaq istəyirsinizsə bu üsuldan istifadə edə bilərsiniz. Balaca bir məlumat olsa da istədim sizlərlə də bölüşüm. İnanıram sizlərə yararlı bir məlumat oldu. Yuxanın üzərinə krem əlavə edib hər tərəfinə çatacaq şəkildə yayırıq. Kojun hər tərəfini kremlədikdən sonra ikinci koju yerləşdiririk. Yenə də üzərinə krem əlavə edib eyni qayda ilə tortu yığırıq. Beləliklə sonuncu koju yerləşdirirəm. Üzərinə yüngül bastırıram və üzərinə kənarına krem əlavə edib hər tərəfini kremlə bağlayırıq. Tortun üzərini və kənarlarını bir qədər hamarladıqdan sonra hazırlamış olduğumuz ovuntunu tortun üzərinə, kənarlarına əlavə edərək tortumuzu tamamlayırıq. Napoleon tortu artıq hazırdır. Bir axşam, əgər vaxtınız yoxdursa, bir neçə saat soyuducuda dinləndirdikdən sonra süfrəyə verə bilərsiniz. Mənim vaxtım olmadığından elə hazırladıqdan dərhal sonra iç görüntüsünü sizlərlə bölüşmək istədim. Çövrək xəmir olduğundan dilimləmək bir qədər çətindir, amma tort yetəri qədər dinlənərsə daha dadlı, daha gözəl tort əldə etmiş olacaqsınız. Bu tort çox insana qismət oldu, dadına baxan hər kəs də inanılmaz dərəcədə çox bəyəndi. Dəyərli izləyicilər, siz də belə dadlı, ləzzətli tortu hazırlamaq istəyirsinizsə, heç də çəkinməyin, bu reseptlə mütləq hazırlayın. Hələlik.